Naftalan şəhərinin Qasımbəyli kəndində su təchizatı yenidən qurulub. Kənd əhalisi tam olaraq içməli su ilə təmin olunub. Bu münasibətlə Qasımbəyli kəndində mərasim təşkil olunub. Mərasimdə Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin muavini İlham Bayramov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, habelə İcra Hakimiyyətinin və agentliyin nümayəndələri kənd sakinləri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, bir neçə müddətdir Qasımbəyli kəndində içməli su problemi yaşanıb. Kənddə 140 abonent olmaqla 438 nəfərin içməli su problemi tam olaraq həllini tapıb. Müxtəlif diametrli 8,7 kilometr ümumi uzunluğu olan xətt çəkilmiş və 140 abonentə ev birləşməsi verilmişdir. Əhaliyə verilən suyun dəqiq uçotun aparılması və sudan qənaətlə istifadəyə məqsədi ilə hər bir abonent su sayğacı ilə təsis olunmuşdur. Günlük suya olan 100 kub metr tələbatı yeni yaradılmış təsisatı şəbəkəsi ilə tam təmin etmək mümkün olacaqdır. Qasımbəyli kənd sakinləri bu günü səbirsizliklə gözlədiklərini söyləyiblər. Bu işdə çox bir gözəllik yarandı. Sərgə-səhman, təmizlik. Su ən gözəl nemətdir də bizim üçün. Su yaşayışdır. Əvvəl vəziyyət çox bərbad vəziyyətdə idi burada. Belə desək, natəmizliyi hərə bir turba çəkmişdi öz üçün. Belə, indi bugünkü günə çox şükür. Qeyd edək ki, Naftalan şəhərinin mövcud su təchizatı Qaraçay çayında inşa edilmiş infiltrasiya tipli su mənbəyindən Goranboy şəhərinə nəql edilən magistral su kəmərinə birləşmə verilməklə təmin edilməkdədir. Şəhər daxilində 3 meydançada su anbarı kompleksi, 2 nasos stansiyası, 43,6 kilometr su şəbəkəsi, 39,4 kilometr kanalizasiya şəbəkəsi, məhsuldarlığı 3000 kub metr olan tullantı su təmizləyici qurğular kompleksi istismar olunur.